Sən öz nəslin üçün kimsən və nəslin önündə nə kimi öhdəliklərin var? Nəslin şəfalanması üçün konkret hansı addımları atmalısan? Nəslə dair bu və digər törəmə sualların cavabı Taler matriksi alətində var. Təbii ki, rəqəmlər və onların enerjiləri şəklində. Salam, mənim adım Züleyxa Fəthullayevadır və siz Özünə Coach Ol kanalındasınız. İlk dərsimizdə qeyd etmişdik ki, Taler matriksi aktogramması, yəni 8 güşəli ulduzu, biri şəxsi, digəri isə nəsil kvadratı olmaqla bir-birinin üzərində qoyulmuş iki kvadratın sintezindən ibarətdir. Bu iki kvadratdakı enerjilər bir-biri ilə kəsişməklə bir-birinə təsir edir. Yəni insan yalnız özünün keçmiş karmasındakı istər müsbət, istərsə də mənfi enerjilərlə yox, həm də bənzəri enerjiləri olan nəsil xəttində dünyaya gəlir. Sən müəyyən keyfiyyətləri olan bəlli enerjilərə sahib ata, ana, nənə, baba, ulu babaya təsadüfən sahib deyilsən, bunun bir energetik qanuna uyğunluğu var. Aktogrammada mavi və qırmızı olmaqla çarpaz şəkildə iki kanal təsvir olunur. Bu, kişi və qadın nəslinin enerjiləri və ya üçlü proqramlarıdır. Mavi olan simvolik olaraq ata, qırmızı olan isə simvolik olaraq ana nəslin nümayəndələrinin enerjiləridir. Yuxarıda duran üçlü proqramlar ruhani mənəvi xüsusiyyətlərə dair məlumatları verir və əsasən müsbətdədir. Aşağıda duran enerjilər isə fiziki həyat, məişətdəki davranışlarımızın enerjilərini ifadə edir və əsasən mənfidə olaraq qiymətləndirilir. Digər sözlərlə, yuxarıdakı enerjilər əlavə olaraq nəsildən aldığımız mənəvi keyfiyyətlərimiz, aşağıdakılar isə faktiki atdığımız addımlarımızdır. Ümumiyyətlə, bu mənim şəxsi qənaətimdir ki, cədvəldə istənilən bir enerji 100%lik mənfi və ya 100%lik müsbət deyil. Matrix cədvəlinin istənilən bir yerində hər hansı bir enerji durursa və ya rəqəm durursa da deyə bilərik, bu o deməkdir ki, siz bu enerjinin fərqli tonlarını və ya səviyyələrini yaşaya bilərsiniz. Düzdür, bəzilərini müsbət etmək çətin olacaq. Məsələn, karmik quyruq və sağlamlıq kanalındakı qırmızı böyük enerjiləri müsbət etmək üçün bir qədər çox zəhmət çəkməli olacaqsınız. Digərlərini isə çox asanlıqla mənfidən müsbətə keçiririk. Məsələn, doğum günü və doğum ayındakı enerjilər insana əvvəldən müsbət verildiyi üçün həyatın müəyyən dövrlərində, müəyyən səbəblər və seçimlərə görə mənfi hala gəlsə də, onu müsbətləşdirmək şəxs üçün asan və tez başa gələcək. Bu məntiqlə belə bir nəticəyə gəlirik ki, bu və ya digər enerji cədvəlimizdə varsa, o enerjinin müsbət tərəflərindən yararlanmaq nəsibimizdə, genetik kodumuzda və ya potensialımızda var. Bir də onu unutmuruq ki, hər şey bizim hadisələrə və məsələlərə dair bilgi, fərqindəlik səviyyəsi və yanaşmamızdan çox asılıdır. Eyni mənfi və ya müsbət hadisəni ki, hər birimizin həyatında baş verir, fərqli fərqindəlik səviyyəsində olan iki nəfər fərqli yaşayır. Nəsil kanallarındakı enerjilərdən hansı məlumatları ala bilərik, praktiki həyatda necə istifadə etmək olar və ümumiyyətlə bu bizim üçün niyə lazımdır? İlk olaraq, kişi nəsil xəttinin yuxarıda duran rəqəmlərinə baxırıq. Burada ata-babaların nativə ötürdüyü təməl mənəvi enerjiləri görmüş oluruq. Buradakı üçlü proqram, həyat məsuliyyəti, başqaları ilə əlaqə qurma və ya başqalarına təsir şəklini, liderlik xüsusiyyətlərini, şəxsi sərhədləri qoruma şəklini, əsas həyat dəyərlərini, daxildəki ata və avtoritet obrazına dair məlumatları vermiş olur. Bu kanal insanın başqaları ilə əlaqə qurmasında aparıcıdır, nativin əsasən hansı mənəvi motivasiyaya sahib olduğunu göstərir. Kanalı detallı təhlil edərkən şəxsin yaşadığı və ya fəaliyyət göstərdiyi cəmiyyətdə qayda qanunlara riayət etmə, onlara uyğun davranma şəklini görmək olar. Ən əsası isə nativə ata nəsildən keçmiş əsas mənəvi dəyərlərin məlumatları bu kanalda verilir. Kanalın enerjiləri bloklanmış və ya çox mənfidə yaşandığı halda nativ başqalarının iradəsini sındırır və ya özü iradəsiz olur, öz sərhədlərini qoruya bilmir və ya başqasının sərhədlərini tanımır, çox rahat onları pozur, məsuliyyət götürmə və disiplin problemi yaşayır,
Onu əhatə edən qayda-qanunlara qarşı üsyankar mövqedə durur, bu qayda-qanunları daim pozur, liderlik götürə bilmir, eləcə də ondan böyük olan ailə başçılarını, işlə müdiri, cəmiyyətdə idarəçiləri avtoritet gözündə görmür. Belə olduğu halda nativ hansı icmada olursa olsun, onun idarəçiliyini qəti şəkildə qəbul etmir. Evdə böyüklərdən, məhəllədə komendantdan, işdə müdirdən, ölkədə prezidentdən, həyatda Allahın ona verdiyi nəsibdən narazıdır. Deyək ki, nativin dini inancı yoxdursa, ümumiyyətlə həyatın ona verdiyindən əksər vaxtı razı qalmır. Beləcə, nativin daxili mənəvi dəyərləri yaşadığı həyat tərzi ilə üst-üstə düşmür. Faktiki matriks cədvəlin bəhs edilən kanalında biz 22, 8, 4 enerjilərindən ibarət üçlü proqramı görürük. Proqram bəzi mənbələrdə sistemə hayqırı və ya həbsxana olaraq adlanır. Üçlü proqramlarda duran ən iri enerji proqrama ən çox təsir edənidir. Enerjiləri ayrı-ayrılıqda götürdükdə 8 və 4 kimi güclü struktur enerjilərinin 22-ci enerjinin təsiri altında olduğunu görürük. 22-ci arkan təlxək kartıdır və klassik tarot sistemində 0-cı olaraq bilinir. Hər şeyin ilk başlanğıcını simvolizə edir. Bu enerjinin kökündə dünyaya yeni gəlmiş insanın böyük potensialının təmsili durur. Arkanın ən müsbət tərəflərindən biri həyatı kəşf etməyə dərin maraq və risklərdən qorxmayaraq davranmaqdır. Həyatı şübhəsiz inanc enerjisidir. Liderlik, disiplin, avtoritarlıq və daxili bütövlük kanalında bu enerji durduqda arkanın xüsusiyyətləri nativə potensial olaraq özgüvən, uğurlu olacağına dair inam və azadlığa yüksək maraq xüsusiyyətlərini verir. Nativ həyatda rəhbərliklə bağlı ələ aldığı istənilən növ liderlik cəhdlərini sırf sistem anlayışından azad olmaq üçün istifadə edir, azadlıq mövzusunda yeni sərhədləri kəşf etmə qabiliyyətinə sahibdir. Bu tipli söhbətlər ona xüsusi ilham verir və mənəviyyatının əsasında azadlıq faktorunun ən vacibdir. 22-ci arkana görə nativ rəhbərliyi və ya rəhbər şəxsləri deyək, yüksək ali varlıq gözündə görmür. Nativ çox açıq sözlüdür, çünki tarixən saray təlxəkləri kralların önündə komediya formasında olsa da həqiqətləri açıq ifadə ediblər. Onlardan başqa demək olar ki, bunu edə bilən olmurdu. Ona görə də psixikada bu arxeotip olduqda insan qarşısında hansı avtoritet sima durmasından asılı olmayaraq sarkazma və sözü birbaşa ifadə etməyə meyillidir. Növbəti hissələrdə isə 8 və 4 kimi güclü struktur enerjilərini görürük. Müsbətdə nativ sosial qaydalara rahat riayət edir, güclü subordinasiya hissinə malikdir. Bu arada subordinasiya koordinasiya səviyyəsinin qorunması anlayışı anlamına gəlir. 8-ci arkan ədalət kartı, 4 isə imperator arkanıdır. Yeri gəlmişkən burada mövzudan bir qədər haşiyə çıxacağım. Klassik tarotda 11-ci arkan ilə 8-ci arkanın yeri dəyişikdir. Tale matriksi sistemi ilə gedirik və bu sistemdə ədalət kartı 8-ci arkan altındadır. Baxmayaraq ki, nömrələmə 11-ci olaraq qeyd olunur. Bu barədə gələcək videolarda danışacağıq, lakin bu dərsin mövzusu deyil. Davam edək. Deməli, həm ədalət kartı, həm də imperator kartları hər ikisi qeyd etdik ki, güclü struktur enerjiləridir və güclü sosial strukturun formalaşmasında vacib enerjilərdir. Nativ özü ictimai qaydaların yaradılmasında birbaşa iştirak edə bilər, əgər müsbətdədirsə. Özü hər hansısa bir struktur bölmə rəhbəri ola bilər və ya olmaya bilər, lakin ümumiyyətlə nativ özünü struktur rəhbərlik ilə rahat hiss edir, çünki liderliyin, rəhbərliyin nə demək olduğunu şuuraltı yaxşı başa düşür. Belə insanlar, məsələn, rəhbərliyə yaltaqlanmaq, rəhbərliyi çox ali bir varlıq kimi görmə və ya rəhbərlikdən qorxma kimi xüsusiyyətlərə sahib deyirlər. Bu enerjilərə əsasən deyə bilərik ki, nativin ata tərəfindən babaları kifayət qədər cəmiyyət tərəfindən hörmət qoyulan liderlik xüsusiyyətlərinə sahib insanlar olublar. Faktiki matrisanın sahibi qadın və ya kişi olmasından asılı olmayaraq nativin güclü kişi fiquruna böyük hörməti vardır. Mənfidə bu proqram qazamat adlanır. 22 azadlıq enerjisini mənfidə yaşamaq, azadlıq anlayışının məhdudlaşdırılması, olduğu sistemin ona məhdudiyyətlər qoyması anlamına gəlir. 22 mənfidə səfehdir, gərəksiz risklərə gedir. 8 və 4-ün mənfisi isə rəhbərliyə qarşı üsyankar mövqeyi tutmaq, 8 mənfidə xaotik və ədalətsiz davranışlar və ya həyat tərzidir.
4-ün mənfisinin ən qabarıq xüsusiyyəti isə qəzəbinə hakim ola bilməməkdir. Nativ ani qəzəbindən dolayı kəskin dağıdıcı qərarlar alır. Üstəlik, -22-nin yanında -4 olduqda belə qərarlar qəfildən verilir. Nativ yetkin həyatında bərabərliklərini, hətta evliliyini qəfil bitirə bilər. Cari üçlü proqramda 22-ci enerjinin böyük təsiri nəticəsində nativ həm də üsyankar xislətə sahibdir və ya atası sistemi qəbul etməyən üsyankar xüsusiyyətə sahib olub. Nativin ata nəsil xəttində böyük ehtimalla həbsxana həyatı yaşayan biri olmuşdur. Mən cari matrisanı təsadüfən seçmişim, lakin təhlil etdiyim matrisalardan bir nümunə gətirə bilərəm. Nativin doğum tarixi fərqli olsa da, ata nəsil xəttinin mənəvi kanalında eyni ilə bu üçlü proqramı olan birinin nəslinə dair bir faktı qeyd edə bilərəm ki, Nativin babasının atası Sibirə sürgün edilmiş bəy tituluna sahib biri olub. Qadın nəsil xəttinin mənəvi kanalı, həyatı ümumi qəbullanma bacarığı, baş verənlərə qarşı elastiklik, yəni asan uyğunlaşa bilmə, böhran vaxtı başını itirməmə, qadın nümayəndələrlə sağlam bağlar qura bilmə, qadın tərəfimizi qəbullanma və ya nəsildəki qadın nümayəndələrin qəbullanması xüsusiyyətlərini göstərir. Ata nəsil xəttinin mənəvi kanalının ən böyük enerjisi birbaşa atanın nativə verdiyi mənəvi enerjini göstərdiyi kimi, ana nəsil xətti kanalının ən böyük enerjisi də ananın nativə ötürdüyü əsas aparıcı mənəvi xüsusiyyətdir. Bundan əlavə, bu enerji nativin şuur altındakı qadın obrazının əsasıdır. Eləcə də nativin çətinliyə tab gətirə bilmə gücünü göstərir. Bu kanal mənfidə yaşandıqda aşağıdakılar ola bilər. Daxili qadın və ya ana obrazı ilə münaqişə, ona qarşı inciklik, eləcə də bütün digər qadınlara qarşı daxili inciklik və ya qarşı durma. Özünü başqalarına və ya insanları özünə borclu bilmə, qadınlara dair qorxular formalaşma, qadın öz bədənini qəbullana bilməmə, nəsildə qadın ssenarilərinin təkrarlanması, məsələn, boşanma, qadının ciddiyə alınmaması və ya ailədə qadın hegemonluğu və s. İnsanlarla münasibətlərin pozulması, gərəkli əlaqələrin kəsilməsi. Kanalın ən böyük enerjisi, məsələn, hazırki matrisa nümunəsində bu 10-cu arkandır. Bu enerji münasibətlərdə, partnyorluqda və ya birbaşa sevgili kimi nə qədər qəbullanma xislətinə sahib olduğunu göstərir. 10-cu enerji çarxı fələk kartıdır. Həyatın döngülərinin keçici olduğunu, hər şeyin göylərin iradəsi ilə idarə olunduğunu ifadə edir. Məsələn, hazırki matrisa qadınındırsa və o münasibətdədirsə, xanım qəbullanma ilə bağlı problem yaşamır. Baş verənləri rahat qəbullanır, inanclıdır. Arkana əsasən nativ daha çox tale qismət məsələlərinə inanır. Münasibətlərdə böhran yarananda böyüklərin müdaxiləsini gözləyir. Çünki 10-cu arkanın təsvirində tale kitabını yazan 4 mələk təsvir olunur. Bu kart fiziki həyatda yaşanan hər şeyin göylər tərəfindən tale kitabında əvvəlcədən yazıldığını təmsil edir. Ona görə də matrisasında 10-cu arkanı aktiv yerlərdə olan insanlar əsasən inanclı insanlar olurlar. Kişi matrisasında isə nativin qadından necə bir mənəvi keyfiyyət gözlədiyini göstərir. Kişinin anlayışında qadın obrazı anadan genetik olaraq və matrisa metoduna görə energetik olaraq keçdiyi üçün gələcəkdə nativ kişi bu enerjilər əsasında qadın həyat yoldaşı, qadın sevgili və ya partnyor seçimini edir. Daha sonra 19 və 11-ci enerjiləri görürük. Burada da kiçik bir haşiyəyə çıxıram. Biraz əvvəl qeyd etdiyim mövzuya kiçik bir qayıdış edirəm. Gördüyünüz kimi güc kartı 8-ci arkan olaraq verilir. Yenə də qeyd edirəm. Matrisa sistemində 8-ci arkan ədalət kartı, 11-ci arkan isə güc kartıdır. Baxmayaraq ki, klassik sistemdə rəqəmlərin yeri dəyişikdir. Deməli, biz ana nəsil xəttinin yuxarı enerjilərində 10, 11 və 19-cu arkanı görürük. 19 günəş arkanıdır. Bu arkan cari matrisanın pul kanalının əsas enerjilərindən biridir. Biz münasibətlər və pul kanalı haqqındakı videoda bu arkan barədə danışmışıq. Bunun üçün əvvəlki videoya baxın. Arkanın ümumi təsviri eyni olsa da, matrisanın fərqli mövqelərində durduqda o
sahənin tələbinə uyğun olaraq təsviri biraz fərqlənə bilər. Məsələn, keçən dərsdə qeyd etmişdik ki, Günəş arkanı 22 baş arkan arasında ən energetik kartlardan biridir. Müsbətdə şən, uşaqlara meyilli və uşaq kimi davranmağa meyillidir. Məsələn, deyək ki, cari matrisa kişi matrisasıdırsa və matrisanın bu mövqeyində durduqda kişinin nəslində çox uşaqlı oğul nənələri olub və kişi ümumiyyətlə qadının çox uşaqlı olmasını normal qəbul edir. Eləcə də 11-ci enerjiyə görə qadın nəsil nümayəndələri olduqca zəhmətkeş olublar və kişinin algısında qadın zəhmətkeş biri olmalıdır ideyası sabitdir. Cari matrisanın bu hissəsində 10 və 19-cu enerjilərə əsasən demək olar ki, bu şəxsin ana nəslinin qadınları əsasən optimist və nikbin qadınlar olublar. Lakin əgər konkret şəxs matrisasının bu hissəsini mənfidə yaşayarsa, həm 10, həm 19 olduqca pessimistliyə meyillidir. Ata nəsil xəttinin maddi kanalı aşağıdakı xüsusiyyətləri göstərir. Pul qazanma bacarığını, məqsəd qoyma və konkret addımlar atma, məişətdə özümüzü aparma şəklimiz, maddə ilə əlaqə şəklimiz, məsələn, şəxsi əşyalarımıza, texniki əşyalarımıza ya da maşınımıza və s. münasibətimiz, onları istifadə vərdişimiz. Yəni, maddi olan hər şey ilə fiziki olaraq necə davrandığımızı və ya davranmalı olduğumuzu buradan görə bilərik. Buradakı üçlü proqram həm də məişətdəki problemləri həll etmə enerjilərimizdir. Bu kanal maliyyə kanalının enerjilərinə də təsir edir və ya o kanal ilə birbaşa əlaqəlidir. Maliyyə gəlirlərimizdə texniki əşyalarımızla, maşınımızla və ya digər məişət xarakterli problem yaşayanda bura diqqət edirik. Təkrarlanan məişət problemləri varsa, buradakı enerjilər hədsiz bloklanıb və ya heç istifadə olunmur deməkdir. Mənfidə bu kanal pul qazana bilməmə, məqsədsiz və hərəkətsiz olma, məişət həyatında ancaq istismarçı olmaq və ya qəti yaradıcı ola bilməmə, maddi əşyalarımıza ya hədsiz bağlılıq ya da onlardan destruktiv istifadə, yəni dağıdıcı istifadə, tez-tez sınan məişət texnikası, plansız maşın təmiri xərcləri, mətbəxdə su borularının tez-tez partlaması və s. məişət problemlərini yaradır. Cari matrisada bu kanalda 14-cü enerji hakimdir. Pul və münasibətlər kanalının təhlili videomuzda qeyd etmişdik ki, 14-cü arkanı mənfi yerlərdə duranlar üçün borc kredit məsələləri həssas məsələlərdir. Cari matrisanın bu hissəsində 14-cü arkanı görüb nativə tövsiyə edə bilərik ki, mümkün qədər kreditə, mobil telefon, maşın, hər hansısa bir texniki əşya almasın və ya məişət məsələlərini kreditlə həll etməsin. Borc və ya kreditə alınmış bu əşyalar tez-tez sınacaq ya xarab olacaq, borcla həll olunan işlərin isə xeyri dəyməyəcək. Belə edərsə, 14-cü arkan nativi daha çox borca və maliyyə böhranlarına gətirəcək. Xüsusilə nativ şəxsi bizneslə məşğul olan birisidirsə, deyə bilərsiniz ki, iş adamlarının daim yeni ideyaları üçün pul çatmır. Hər zaman daha çox lazım olur. Burada qeyd olunan fikir odur ki, mənfi mövqelərdəki 14-cü enerji ilə kreditlər çox gec və olduqca çətin ödənilir. Bu, istər kreditlə mobil telefon almaq olsun, istərsə də milyonluq biznes krediti olsun, matrisanın aşağı mənfi mövqelərində 14 varsa, borc kredit məsələləri sizə can sıxıntısından başqa bir şey qazandırmayacaq. Cari matrisanın bu kanalının üçlü proqramı zənginlik kodu deyə adlanır. Eyni proqram həm sağlamlıq kanalı, həm də pul kanalında dayanır. Bu, təkrarlanan üçlü proqram nativin həyatında pul axınlarının qeyri-stabil olduğunu göstərir. Baxmayaraq ki, proqram həm də nativin zaman-zaman yaxşı gəlirlərinin olduğundan da xəbər verir. Nəzərə alırıq ki, aşağıda duran proqramlar əsas etibarı ilə mənfidədir. Bu da o deməkdir ki, nativin gəlirləri çox olsa da, hətta şəxsi biznesi də olsa da pul məsələsi onun həyatında tez-tez problem olur. Bir də bu məsələ nəsildən ona verilmiş karmik koddur. Yəni ata nəsil istəyir ki, fiziki həyatında nativ varlansın. Varlı olması üçün nəslin xeyri duası vardır. Çünki bu proqram mənfidə nəslin hansısa nümayəndəsinin, yəni nativin babalarından birinin nə vaxtsa var dövlətini itirdiyi məlumatını da verir. Və nativin şuuraltısında var dövləti əlindən alına biləcək qorxusu vardır. Lakin faktiki nativin istedadlar kanalında da eyni karmik kod olduğu üçün nativ
bu qorxu ilə baş etməsi ehtimalı çox yüksəkdir. Ana nəsil xəttinin maddi kanalının göstəriciləri isə əsasən həyatda aldığımız maddi hədiyyələr, həyatda maddi olanları istəmə, götürə bilmə, alma enerjimiz, cömertlik, yəni paylaşa bilən biri olmağımız, xüsusilə qadın matrisasıdırsa, alma vermə dəngəsini təmsil edir. Mənfidə bu kanalı yaşayan nativ götürə bilmir və ya havayı almağa mərdişdir. Alma vermədə dəngəsizdir, ya çox alır, ya həmişə verici tərəfdir, xəsisdir. Qadınlar üçün isə hamiləlikdə problemlər yaranır. Bir qrup insanlar var ki, ümumiyyətlə həyatda vericidirlər. Hədiyyə verməyə, vaxt, diqqət ayırmağa, sevgi paylaşmağa yönümlüdürlər. Məsələn, duyğularını açıq ifadə edə bilirlər, əli açıqdırlar və s. Digər qrup isə, məsələn, hədiyyə verməkdənsə, hədiyyə alarkən daha xoşbəxt olurlar. Daha çox onlara vaxt və diqqət ayrılmağına vərdişkardırlar ya da duyğuları böyük və dərin olsa da əsla ifadə etməzlər. Qadın nəsil xəttinin maddi kanalı həm də birbaşa qadın enerjisi ilə əlaqədardır. Əgər təhlil etdiyimiz bu cədvəl qadın matrisasıdırsa və ona qadın enerjisinin yüksəlməsinə dair tövsiyələr və ya nə etməli olduğuna dair fikir bildirməli olsanız, bu zonanın enerjilərini xüsusi incələməlisiniz. Biz qadının fiziki bədəni və enerjisinə dair hər növ qəbullanma şəklindən danışarkən bu zonaya baxırıq. Məsələn, hamilə qala bilmə məsələsi birbaşa qadın rəhminin qəbul etmə gücünü göstərir. Ona görə də konsultasiyalarda hamiləliklə bağlı müraciətlər olduqda, əsasən bu kanalda duran ən böyük enerjinin daha sonra digərlərinin müsbətləşməsinə dair fikirlər bildiririk. Münasibətdəyəm, lakin xüsusi diqqət görmürəm, bahalı hədiyyələr gəlmir və ya mütləq gərək dilə gətirim ki, nəsə mənə alınsın tipli şikayətlər klassik olaraq qadın enerjisinin bloklanmasının göstəriciləridir. Bu halda biz qadın nəsil xəttinin maddi kanalındakı bu kiçik enerjiyə baxırıq. Hazırki matrisada burada 17-ci enerji durur. Matrisasında bu enerjiyə sahib xanımın belə bir şikayəti varsa, 17-ci enerjisinin mənfi xislətlərini yaşayır. Bu da o deməkdir ki, bu xanım bəzənmə, özünə baxma, özünü yuxarılara qoya bilmə və münasibətlərdə soyuq tərəf ola bilməkdə çətinlik çəkir. Çünki xatırlayaq ki, 17-ci arkan ulduz kartıdır. Ulduz enerjisi də 22 arkan arasında ən uzaq və ən soyuq enerjidir. Münasibətlərdə soyuq olma, uzaq durma, göstərişli olma kimi tövsiyələr verilməlidir. Ona görə də bu xanımın qadın enerjisinin balanslaşması üçün Svasistana çakrasında duran enerjilərlə yanaşı mütləq bu kanaldakı enerjilərə də xüsusi diqqət yetirilməlidir. Lakin deyək ki, bu kişi matrisasıdır və bəyin xanımlarla münasibət qurma şəklində problem yaranır. Bəyin qadınlarla münasibətlərinin ümumi şəkli 8-ci enerjiyə uyğun olmalıdır. Lakin qadını ilə küsülü olarsa, barışmaq yolu 17-ci enerjiyə uyğun olmalıdır. Hədiyyəni seçərkən göstərişli və həcmli bir şey olmasına diqqət etməlidir. Başqa sözlə də demək olar ki, ümumiyyətlə bu bəyin sevgi vermə dili 17-ci enerjiyə görə hədiyyə verməkdir. 17-lər ümumiyyətlə çox yaxşı hədiyyələşən insanlardır. Dostlar, nəsil kvadrati barədə video dərsimiz burada yekunlaşır. Lakin sizə bir xəbəri çatdırmaq istəyirəm. Siz kanalda video dərslərin daha tez-tez çıxmasını və mənim fəaliyyətimə maliyyə dəstəyi göstərmək istəyirsinizsə, bundan sonra belə bir şansınız var. Videonun aşağı şərh hissəsində mənim eyni adlı Coffee.al səhifəmə keçid edə bilərsiniz. Orada blog hissəsinə keçərək həm ümumi, həm də yalnız dəstəkçilər üçün olan hissədən yararlana bilərsiniz. Ən kiçik məbləği ödəməklə fəaliyyətimə dəstək ola bilərsiniz. Yalnız dəstəkçilər üçün olan hissədə bu video dərsin mətn şəklini PDF formatında əldə edəcəksiniz və orada mövzuya dair qeyd etdiyimdən bir qədər artıq əlavə məlumatlar da yerləşdirəcəm. Bu, mənim sizin dəstəyinizə kiçik bir təşəkkürüm olacaq. Yox, əgər maliyyə dəstəyi göstərmək alınmırsa, siz yenə də kanaldakı videolara like qoymaq və şərh yazmaqla, videoları öz sosial şəbəkələrinizdə paylaşmaqla və oxşar mövzularla maraqlanan dostlarınıza önərməklə, məni digər platformalarda izləməklə və oradakı videoları bəyənməklə kanalıma dəstək ola bilərsiniz. Unutmayın ki, kanalın inkişafı birbaşa sizin dəstəyinizdən asılıdır.
Bu həm sağlam alma-vermə balansının qurulması üçün vacibdir, həm sizin tərəfinizdən kiçik bir jest mənim üçün isə böyük bir motivasiyadır. Gələn videolarda görüşənədək hələlik.